Salam, hörmətli izləyicilər, videoya xoş gəldiniz. Məlumdur ki, 16 mart 2025-ci il tarixində Dimin blok sınağı keçirildi və indi birinci qrupun izahını verəcəm, daha sonra isə dördüncü qrupun izahını verəcəm. Deyəsən, suallarda çox fərq yoxdur. Başlayaq. Birinci sualda deyir, təpələrində şəkildə göstərilən nöqtəvi yüklər olan kvadratın mərkəzində yerləşən müsbət nöqtəvi yükę təsir edən əvəzləyici qüvvə hansı istiqamətdə yönələr? Aha. Deməli, bu mənfidir, ortada müsbətdir. Mənfi ilə müsbət arasında cazibə var. Yəni, mənfi Q yükü müsbət Q yükünü özünə cəzb edir. Və burada söhbət Kulon qüvvəsindən gedir. K modulda Q1, modulda Q2 bölünsün R kvadratı. Və burada kvadratdan danışdığına görə hamısının məsafəsi eyni olacaq da müsbət Q yükü ilə. İndi qiymətləri də modulca bərabərdir. Hamısı Q-dür. İndi baxaq buna. Bu müsbət Q, Q-nü itələyir. Eyni işarəli yüklər arasında itələmə var. Deməli, bunu da yazdıq. İndi bu mənfiyə baxaq. Mənfi müsbəti cəzb eləyir. Aha. İndi bu müsbətə baxsaq, müsbət bunu itələyir. Belə. Deməli, bu istiqamətdə F qüvvəm oldu, bu istiqamətdə də F qüvvəm oldu və bunların əvəzləyicisi yönələcək bu şəkildə. Ona görə cavab olacaq yuxarı. A variantı. Newton vurulsun, metr bölünsün, Paskal hansı fiziki kəmiyyətin vahididir? Deməli, Paskal təzyiq vahididir. Paskalın yerinə Newton böl metrin kvadratı yaza bilərik. Çünki P bərabər F bölünsün S-dir. Yəni, Newton bölünsün metrin kvadratıdır. Newton vur metr, burada da yazarıq Newton böl metrin kvadratı. Bölmək tərsinə vurmaqdır. Ona görə də bu metrin kvadratı qalxar yuxarı. Newtonlar gedər, burada olar metrin kubu. Metrin kubu da həcmin vahididir. Y variantı. Hansı qüvvənin təsiri ilə bir cins disk yalnız irəliləmə hərəkəti edə bilər? Bilirsiniz ki, əgər qüvvənin uzantısı gəlib kütlə mərkəzindən keçirsə, onda bu qüvvə ancaq irəliləmə hərəkəti verir. Kütlə mərkəzindən kənardan keçirsə, onda fırladıcı moment yarana bilir. Bu qüvvə fırladıcı moment yarandığı üçün həm irəliləmə, həm də fırlanma hərəkəti verir. İndi F5 olmaz. F4 olmaz. Uzantısı kütlə mərkəzindən kənardan keçir. F3 də olmaz. F2 də olmaz. Lakin F1-in uzantısı gəlib kütlə mərkəzindən keçdiyi üçün cavab olacaq F1. Yalnız irəliləmə. Digərləri isə həm irəliləmə, həm də fırlanma hərəkəti verir. 34-cü sual. Tezliyi tənzimlənən dəyişən cəryan generatorundan qidalanan dövrənin sxemi verilmişdir. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni cür közərir. Tezliyi azaltdıqda lampaların közərməsi. Cəryan şiddəti dəyişsə, onda közərməsi də dəyişəcək. Yəni, biz cəryan şiddətinə baxaq. İN bərabərdir, UN bölünsün R. Aktiv müqavimətdə tezlikdən asılılıq yoxdur. Ona görə də burada heç bir dəyişiklik baş verməyəcək. Ancaq tutum müqavimətində İN bərabər UN bölünsün XC, UN bölünsün XC-nin yerinə də 1 böl omega C yazmaq lazımdır. Bölmək də tərsinə vurmaq olduğu üçün UN vurulsun, omega C olacaq. İN bərabərdir, UN vurulsun, omeganın yerinə də 2 pi nu yazmaq olar. Onda cəryan şiddəti tezliklə düz mütənasib asılı olacaq. Tezliyi azaltdıqda cəryan azaldığı üçün közərmə də azalacaq. Y variantı. Elektron bir cins maqnit sahəsinin induksiya xətləri istiqamətində sahəyə daxil olur. Elektrona maqnit sahəsində təsir edən qüvvə Lorentz qüvvəsidir və Lorentz qüvvəsinin düsturu QVB sinus alfadır. Sinus isə 0 dərəcədə 0 qiymətini alır. Ona görə də yüklü zərrəcik sahəyə paralel daxil olanda maqnit sahəsində ona heç bir qüvvə təsir etmir. Yəni, digər təsirlər nəzərə alınmırsa, Lorentz qüvvəsi də təsir etmədiyinə görə bu zərrəcik sabit sürətlə hərəkət etmiş olur. Ona görə də kinetik enerji mv kvadratı bölü 2 ilə təyin olunduğundan sürət sabit qalanda kinetik enerji də sabit qalır. Difraksiya qəfəsində 1 mm məsafədə 400 cizgi vardır.
L bərabər 1 mm, N bərabər 400. Tezliyi veriblər, 6 vurulsun 10 üstü 14 Hz. Olan monoxromatik işıq qəfəs üzərinə perpendikulyar düşdükdə, deməli, fi bərabər olacaq 90 dərəcə. Alınan maksimumların ən böyük tərtibini hesablayın. K-nı soruşur. Deməli, maksimumların ən böyük tərtibi D sinus fi bərabərdir K lambdadır. Və D-nin yerinə də biz L böl N yaza bilərik. Qəfəsin periodu üçün düsturumuz. Sinus fi bərabər K lambda. Fikir versəz bizdə lambda da yoxdur. Ancaq ki, lambda bərabərdir ST, o da bərabər S bölünsün New'dan istifadə edə bilərik. Yəni, düsturumuz belə olacaq. L böl N sinus fi bərabərdir K. Lambdanı da yerinə yazacaq S böl New. İndi buradan K-nı almaq lazımdır. K bərabər olacaq kəsir xətti. L sinus fi bölünsün N. Deməli, vur New böl S. S məxrəcə düşəcək. Belədir düsturum yekunda. Bunu tapdım. İndi qiymətləri yerinə qoya bilərəm. L-in qiyməti 1 vurulsun millimetrə metrə çevirsək 10 üstü mənfi 3. Sinus fi 90 dərəcədə 1 qiymətini alır. New'nun qiyməti 6 vurulsun 10 üstü 14'dür. N'in qiyməti 400'dür. S-nin də qiyməti 3 vurulsun 10 üstü 8'dir. 6 ilə 3 ixtisar gedər, 2 qalar. Bu, bir də bu gedər, qalar 10 üstündə 3. 2 vurulsun 10 üstündə 3 bölünsün 400. Yəni 2000 böl 400. Bu da eləyəcək 5. D variantı. Maddi nöqtənin xətti sürətinin eyni qiymətindən çevrə üzrə bərabər sürətli hərəkət zamanı mərkəzi qaçma təcilinin radiusdan asılılıq qrafiki hansıdır? A bərabərdir V kvadratı böl R-dir. V-ni dəyişmiriksə, qiymətini dəyişmiriksə, istiqaməti çevrədə hər an dəyişir. A-N'ın qiyməti R-lə tərs mütənasib asılı olar. Toplayıcı nazik linzadan həqiqi xəyala qədər məsafə hansı ifadə ilə təyin olunur? Toplayıcı linzanın fokusu müsbətdir. Cisim məsafəsi mənfi olmur. Həqiqi xəyal dediyi üçün deməli xəyal məsafəsini də müsbət götürəcək. İndi burada xəyal məsafəsini tapmaq üçün 1 böl F bərabər olacaq 1 böl F minus 1 böl D. Ortaq məxrəcə gətirək. F'd, D minus F. F'i də tapmaq üçün tərsinə çevirək. F'd yuxarıda, D minus F də aşağıda. Belə bir cavab axtarıram, o da B variantındadır. Hansı qrafik elektromaqnit şüalanma selinin sıxlığının şüalandırıcı nöqtəvi mənbəyədəki olan məsafədən asılılığını ifadə edir? I bərabərdir W bölünsün S delta T. Vahid zamanda vahid səthdən keçən şüalanmanın enerjisi. Bu da bərabərdir W bölünsün 4pi R'in kvadratı delta T. Yəni məsafə ilə tərs mütənasib asılıdır. Sıxlığı suyun sıxlığından böyük olan cisim suyun daxilində ipdən asılmışdır. Su qabdan boşaldılarkən suyun səviyyəsinin hansı intervalında cismə təsir edən Arximed qüvvəsi azalır? F Arximed bərabər Rho maye və batan J'dir. Mayenin sıxlığı dəyişmir, J də dəyişmir, batan hissənin həcmi get-gedə dəyişir. D-dən, deməli, su buradan töküldükdə birinci yuxarıdan səviyyəsi düşəcək aşağı. Yəni D-dən C-yə qədər heç bir dəyişiklik baş verməyəcək. Birinci bu hissə bir qədər azalacaq. Sonra C-dən B-yə qədər dəyişiklik baş verəcək. Çünki artıq burada cisim yerləşibdir. Cisim yavaş-yavaş mayenin içərisindən çıxacaq. Yəni batan hissənin həcmi azalacaq. Ona görə Arximed qüvvəsi də azalacaq. C-B intervalında. Daha sonra bu səviyyədən sonra B-dən A-ya qədər də suyun tökülməsinin cismi heç bir dəxlisi yoxdur. Çünki cisim CB hissəsində, CB səviyyəsində yerləşmişdir.
Yəni B-dən A hissəsində, B-A hissəsində onsuz da cisim yox idi axı. Ona görə də orada bir mayenin tökülməsi bir fərq yaratmayacaq. Artıq cisim tamamilə mayenin içərisindən çıxacaq və Arximед qüvvəsi də yox olacaq. Ona görə CB hissəsi. Yalnız CB. Eyni qədər enerji sərf olunduğunu dediyinə görə M bərabər K2, o da bərabər KIT. Enerjini gətirmək üçün U-ya vurub bölək. IUT bizə enerjinin düsturunu verəcək. K, W bölünsün U. Enerji sabit olanda MU ilə tərs mütənasib asılı olacaq. Ona görə də M2 bölünsün M1 bərabərdir. U1 bölünsün U2. U1 U'dur. U2 isə 3 U'dur. Olacaq M2 bölünsün M1 bərabərdir 3-də 1. Yəni M1 bərabərdir 3 M2. Yaxud da M2 bərabərdir M1 bölünsün 3. C variantı. Nə sabitdirsə o düsturda olmalıdır. Bir cisim maqnit sahəsində çevrə boyunca hərəkət edən verilmiş yüklü zərrəciyin sürəti 4 dəfə azalsa, dövrətmə periodu T bərabərdir, düsturumuz hazırdır. 2 PM bölünsün QB, əzbər bilməlisiniz. Və burada sürət yoxdur. Ona görə də sürətdən asılı deyil, dəyişməz. Nə sürətdən, nə kinetik enerjidən, nə də impulsdan asılı olmayacaq. Təbii ki, burada bir cisim maqnit sahəsidir. Verilmiş yüklü zərrəciyin Q ilə M də sabit olur, 2P də sabitdir, ona görə T də sabit qalacaq. Şüşə balondakı qazın təzyiqi atmosfer təzyiqinə bərabərdir. Balonun içərisində su olan 1 və 2 qabına daxil etdikdə manometr qazın təzyiqinin dəyişdiyini göstərir. Euler'in diaqramında bu hallara uyğun bəndləri müəyyən edin. Birinci şəkildə bu səviyyədən xəttimizi çəksək, şərtə görə P qaz bərabərdir P atmosfer. Sağda və solda mayenin səviyyələri eynidir buna görə də. İkinci şəkildə qazın təzyiqi çox olub ki, buradan vurub mayeni, o birisi tərəfdən maye qalxıb yuxarı. Yəni P qaz böyük P atmosfer. Onda belə çıxır ki, burada təzyiq artıb, qazın təzyiqi artıb. Belə çıxır ki, bu suya daxil ediblərdən qabı. Deməli, isti su imiş, temperaturu artırıb ki, təzyiq artıb. PV bərabər nÜRT-dən baxsaq, temperatur artanda təzyiq artır. Təzyiq artıb, temperatur artıbsa, onda YK bərabər 2-də 3 KT-dir. Temperatur artanda kinetik enerji də artır. Yəni, kinetik enerji artıb. Təzyiq də artıb. Və həmçinin V bərabər kökün altında 3RT bölünsün M olduğundan temperatur artanda sürət də artır. Yəni, birinci şəkildə sürət də artmışdır. İkinci şəklə baxsaq, baxın, burada atmosfer təzyiqi daha çox olub ki, bu tərəfdən maye düşüb aşağı, bu birisi tərəfdən maye qalxıb yuxarı. Deməli, burada P qaz kiçikdir, P atmosfer. Aha, yəni qazın təzyiqi azalıb. Onda belə çıxır ki, temperatur azalıb. T azalanda P də azalmış olacaq. Yəni, su soyuq imiş, temperatur azalıb qazda. Ona görə də orta kvadratik sürət də azalır, temperatur azalanda və həmçinin kinetik enerji də azalır. Qazın daxili enerjisi isə hər iki halda dəyişmişdir. Çünki U temperaturdan asılı olduğuna görə temperatur dəyişəndə daxili enerji də dəyişir. Ona görə onu ortaya yazdım. B variantı. Cisim yerin qravitasiya sahəsində şaquli müstəvi üzərində çevrə üzrə bərabər sürətlə hərəkət etdirilir. Hansı nöqtədə cismin tam mexaniki enerjisi ən kiçik olar? Gravitasiya sahəsində hərəkət etdirilir. Tam mexaniki enerji kinetik və ya potensial enerjilərin cəmidir. Çevrə üzrə bərabər sürətli hərəkətdə YK sürətin qiyməti sabit qaldığı üçün sabit qalır. Onda biz YP-yə baxacağıq. Cismin potensial enerjisi isə MGH-dır. Və burada cismin yerdən olan hündürlüyünə baxmalıyıq. Və ən çox 4-dədir, ən hündürdədir də. Bizdən deyir, ən kiçik olsun. Ən kiçikdəki yerə yaxın olandır, 2-dir. 2 nöqtəsində. D variantı.
Deməli, E0-ı veriblər 2 metr. S-i veriblər 3 millimetrin kvadratı. 1 millimetr 10 üstü mənfi 3 metrdir. Bizdə kvadratını veriblər, olacaq 3 vurulsun 10 üstü mənfi 6 metrin kvadratı. Yung modulunu hesablayın. Yeni soruşur. Delta L-i də verib, 10 da millimetrlə verib. 2 vur 10 üstü mənfi 3 metr. F-i də verib 90 götürdüm. İndi baxaq. F bərabərdir K delta L. Bu da bərabər YS bölünsün E0 vurulsun delta L. K-nın düsturunu qoydum. Bu yung moduludur. Bunu tapmaq üçün F E0-ı S delta ilə bölmək lazımdır. Deməli, F-in qiyməti 90-dır. E0-ın qiyməti 2-dir. S-in qiyməti 3 vurulsun 10 üstü mənfi 6-dır. Delta L-in də qiyməti 2 vur 10 üstü mənfi 3-dür. 90 ilə 3 ixtisar getsə 30 qalar. 2-lər də ixtisar getsə olacaq 30. 10 üstü mənfi 6, 10 üstü mənfi 3. Yuxarı qalxacaq olacaq 10 üstü 9. Belə, yung modulunun vahidi təzyiqin vahidi ilə eynidir. Həmçinin mexaniki gərginliklə də eynidir. Paskaldır vahidi. Biz aldıq 30 vurulsun 10 üstü 9. Bu da olacaq 30 gigapaskal. 10 üstü 9'a görə gigapaskal olacaq. H hündürlüyündən sərbəst düşən, deməli V0 0-dan M kütləli kürəcək tərpənməz üfüqi səthə mütləq elastiki dəyir. Orta zərbə qüvvəsinin modulu hansı ifadə ilə təyin olunur? Qüvvəni tapmaq üçün impulsun dəyişməsini tapa bilərik. Yerlə elastik toqquşma zamanı impulsun dəyişməsi 2 MV-yə bərabər olur. Cisim sərbəst düşdüyünə görə yerə gəlib çatan anda sürəti kökün altında 2GH-la təyin olunur. Və olacaq burada 2 MV bölünsün T və F bərabər olacaq 2 M kök altında 2GH bölünsün T. Belə bir cavab axtarın. A variantı. Hansı halda yerə maddi nöqtə kimi baxmaq olar? Verilmiş şəraitdə ölçüləri nəzərə alınmayacaq dərəcədə kiçik olan cisim maddi nöqtə adlanır. Yerdən günəşə qədər məsafəni hesablayarkən, məsafə çox olduğuna görə yerin ölçülərinə nisbətən baxmaq olar. Yer ekvatorunun uzunluğunu ölçərkən baxmaq olmaz, cismin öz üzərində ölçü aparırıq da, onun ölçüsünü necə nəzərə almayaq ki, yəni yer ekvatorundan danışırıqsa. Yerin günəş ətrafında orbitinin uzunluğunu hesablayarkən. Burada da baxmaq olar, günəşə nəzərən ölçünü nəzərə almaya bilərik. 1 ilə 3. Elektrik tutumu məlum olan yüklənmiş kondensatorun elektrik sahəsinin enerjisini hansı cihazın köməyi ilə təyin etmək olar? C kvadratı bölü 2, Q kvadratı bölünsün 2-si. Gərginliyi bilsək, təyin edə bilərik. Ya da ki, yükü bilsək, təyin edə bilərik. Gərginliyi də bilmək üçün elektrometr. Y variantı. 49. Deməli, çuqun içlik daxil edilsə. Mü bərabərdir, ya da belə yazaq, B bərabərdir, mü B0-dır. Maqnit selini hesablayın. Fi bərabərdir, BS-dir. Yəni, mü B0 S yazmaq olar. Münün qiyməti 400, B0-ın qiyməti 2. Çevirmirəm, çünki cavab da elə milli iləndir. S-in də qiyməti 50, amma santimetrin kvadratını metrin kvadratına çevirmək lazımdır. 1 santimetr 10 üstü mənfi 2 metrdir. O da kvadratda olacaq 10 üstü mənfi 4. Və bunu hesablasaq, 20-ni 2-yə 40. Burada 2 dənə 0 var. Burada da var. 10 üstü mənfi 4. 4 dənə də 0 getsə olacaq 4 milli Weber. Səs dalğası sudan havaya keçəndə onun dalğa uzunluğu və tezliyi. Məlumdur ki, səs ən çox bərk mühitdə yayılır daha sürətlə, sonra mayedə, sonra qazda.
Sudan havaya keçəndə, deməli mayedən qaza keçir. Ona görə də sürət azalır. Sürət azalırsa dalğa uzunluğu da azalır. Ancaq tezliklə period bir mühitdən digər mühitə keçəndə dəyişməz. Neytronun yükü 0 olduğuna görə elektrik sahəsində ona F bərabər QY qüvvəsi təsir etmir. Ona görə də sabit sürətlə hərəkət edir, impulsu da sabit qalır. D variantı. Üfüqi səthi üzərində cismə onun hərəkəti istiqamətində təsir edən sabit dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçikdir. F dartı F sürtünmədən kiçikdir. Bu F dartı, bu F sürtünmə. Məlumdur ki, dartı qüvvəsi sürtünmə qüvvəsindən kiçik olanda hərəkət yavaşlayan olur, yəni sürət get-gedə azalır. Ona görə də cavabımız olacaq belə. Yəni biz burada F sürtünmə minus F dartı bərabər MA yazırıq. Yavaşlayan hərəkətdir. Harmonik rəqs edən cismin koordinatına zamandan asılıq qrafiki verilmişdir. 4 saniyə ərzində bu cisim neçə rəqs edər? Periodu tapsaq T böl N-dir. N-i tapmaq üçün T-ni böyük T-yə bölmək lazımdır. Perioda baxaq. Bax, burada da period. 1, 2, 3, 4. 0,2 bunun periodudur. 4'ü 0,2'ye böləcəyik. Bu da eləyəcək 20. EHQ-na 20 volt veriblər. Cəryan şiddəti 2 amperdir. Daxili müqavimət 2 ohmdur. Faydalı şəmsalını bizdən soruşur. Faydalı şəmsalını tapmaq üçün U bölünsün, EHQ vurulsun 100. Ya da ki, R bölünsün. Belə düsturlardan istifadə edə bilərik. İndi burada mənə böyük R lazımdır. Böyük R'i tapmaq üçün I bərabərdir EHQ bölünsün böyük R plus balaca R-ə müraciət edək. 2 bərabərdir 20 bölünsün R üstəgəl 2. Onda R üstəgəl 2 bərabər olacaq 20-ni 2-yə böləndə 10 eləyir. Buradan da R bərabər olacaq 10 minus 2, yəni 8. İndi bundan burada istifadə edək. 8 bölünsün, 8 üstəgəl 2 vurulsun 100%. Bu da necə 80%. Havanın müqaviməti nəzərə alınmırsa, kinetik və potensial enerjilərin cəmi tam enerjini verir bizə və bu da konstant qalır. Tam enerjidə ya kinetikin ya da potensialın maksimal qiymətidir. Deməli, tam enerjinin qiyməti 100-dür. Aha, deməli YK ilə YP-nin cəmi 100 joule-dur. İndi mənə deyir ki, A nöqtəsinə uyğun andakı sürəti başlanğıc sürətdən 2 dəfə azdırsa, yəni V bərabərdir, V0 bölünsün 2. Onda tam enerji tapılır maksimal dəyərlərlə MV0-ın kvadratı bölü 2 ilə, Y kinetik isə MV kvadratı bölü 2 ilə tapılır. Tam enerjinin qiyməti 100-dür. İndi mən V-nin yerinə qoyum ki, V0 böl 2. M V0 böl 2-nin kvadratı bölünsün 2. YK bərabər olacaq M V0-ın kvadratı bölünsün 4 vurulsun 2. Məxrəcdə də 2 var axı bir dənə. Bax, bu mənə verəcək tam enerjini. Böl 4. Tam enerji 100-dür. Onu da 4-ə böləndə alınır 25. Yəni ki, əgər ani sürət maksimal başlanğıc sürətdən 2 dəfə azdırsa, tam enerjidə, kinetik enerjidə tam enerjidən 4 dəfə az olacaq. Axı kvadratla təyin olunur, sürətin kvadratı ilə təyin olunur. Ona görə də belə çıxır ki, həmin nöqtədəki kinetik enerjinin qiyməti olacaq 25 joule. Məndən də potensialı soruşur. Tam enerji 100-dür, kinetikdə 25-dir. Potensial da Y tam minus Y kinetikdir. 100-dən çıxacaq 25-i, olacaq 75 joule. Sonsuz uzun paralel naqillərdən cəryan axır. Məlumdur ki, cəryan yuxarı istiqamətdə axdıqda bu tərəf X, bu tərəf nöqtədir, induksiya. Aşağı axdıqda isə bu tərəf X, bu tərəf nöqtədir. Və əks istiqamətdə axan cəryanlı naqillər arasında itələmə mövcuddur. Daxilinə fikir versəz, ikisi də X-dir. Elə bir ki, 2 dənə elektron kimi düşünün. Onlar bir-birini itələyirlər.
Yəni 2 doğrudur. Və deyir ki, birinci naqilə təsir edən amper qüvvəsi sağa yönəlir. Bu birinci naqildir. Bu da ikinci. Birinci naqilə təsir edən qüvvə sola yönəlib gördüyünüz kimi. İkinci naqilə təsir edən qüvvə isə sağa yönəlib. Belə. 2 və 4. Aha. Hər nə qədər bunlar bax birini i, birini 2 versələr də qarşılıqlı təsir qüvvələri bir-birinə bərabər olur. Yəni ki, o qüvvələr onsuz da bərabərdirlər. İkisi də eyni bir qüvvə ilə bir-birlərini itələyirlər. Burada F-dir, bu da F-dir. Aşağı hərəkət edən lift deyirsə, bəri başdan sürətini aşağı qoymaq lazımdır. T1 zaman anında yeyinləşən hərəkətdir. Sürət aşağıdırsa, deməli, orada təcil də aşağı yönələcək və çəki tapılacaq P bərabər M, J minus A təcil aşağıda olduğuna görə. Aha, sonra bərabər sürətli hərəkətdirsə, orada A sıfırda, onsuz da, çəki də elə cismin ağırlıq qüvvəsinə bərabər olacaq. Yəni elə MJ-yə bərabər olacaq. Sonra isə aşağı, amma yavaşlayan hərəkət eləyir. Yavaşlayan hərəkətdə sürət aşağıdırsa, təcil yuxarı yönələcək. Təcil yuxarı yönələndə də çəkin düsturu MJ plus A olur. Yəni ki, artmış olacaq. Belə. İndi uyğunlaşdıraq. Birincidə çəki az oldu. Yəni B variantı. İkincidə ağırlıq qüvvəsinə bərabər olur. Yəni sükunətdəki çəkisinə bərabər olur. Üçüncüdə isə çox olur. Sükunətdəki çəkisindən çox olur. B-ni götürdüm, A-na, C-ni götürdüm. Lift aşağı yönəlmiş sabit təcillə hərəkət edir. Aha, aşağı yönəlmiş təcil hansındaydı? Yavaşlayan, yox. Sürət onsuz da aşağı yönəlib, yeyinləşən hərəkətdə təcil də aşağı yönəlir. Birincidə. D variantı. Ancaq artan təcil yox. Onsuz da bu bərabər təcilli hərəkətdir də. VT ilə xətti asılıdır. Bu bərabər təcilli hərəkətdə artan təcil yoxdur burada ümumiyyətlə. Sürət aşağı hərəkət etdiyi üçün aşağı yönəldi. Yeyinləşən hərəkətdə təcil də aşağı yönəldi. Bərabər sürətli hərəkətdə təcil olmadı. Yavaşlayan hərəkətdə isə təcil yuxarı yönəldi. X oxu üzrə hərəkət edən cismin yer dəyişməsinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Əvəzləyici qüvvənin proyeksiyasının zamandan asılılıq qrafikini çəkmək lazımdır. Birinci hərəkət yavaşlayandır. X oxu istiqamətində yavaşlayan hərəkətdir. Sürətin proyeksiyası müsbət olduğuna görə təcilin proyeksiyası mənfidə sabit olacaq. Axı yavaşlayan hərəkətdir. Təcil necədirsə əvəzləyici qüvvədə o cür olur. İkinci hissəsi isə ümumiyyətlə bərabər sürətli hərəkətdir. Orada təcil və əvəzləyici qüvvə sıfırdır. Sürət sabit qalır. V bərabər konstant. Ona görə də ikincini burada belə sıfırda çəkəcəm. F əvəzləyici bərabər MA olduğundan təcilin qrafiki necədirsə əvəzləyici qüvvənin qrafiki də o cür olur. Sabit temperaturda qapalı qabdakı mayenin üzərindəki buxarın kütləsinin həcmindən asılılıq qrafiki verilmişdir. Bir nöqtəsinə uyğun buxar molekulların konsentrasiyası N0 olarsa, bir də N0'da. 2-3 nöqtələrinə uyğun buxar molekulların konsentrasiyası nəyə bərabər olar? Aha. Deməli, sabit temperaturda fikir versəz, başlanğıc anda M bərabər ρV düsturunda MV ilə düz mütənasib asılıdır. Baxın, həcm 2 dəfə artanda kütlə də 2 dəfə artıb. Bu nə vaxt olur? Yəni, sabit temperaturda T bərabərdir konstant olanda, ρ da bərabər konstant olan hansı halda? Təbii ki də burada hələ ki doyan buxardan söhbət gedir. Temperatur sabit qalanda P, ρ, N sabit qalır. Baxın. Və M də V ilə düz mütənasib asılı olur. V-nin artması get-gedə buxarın kütləsini artırır. Maye buxara çevrilir. Həcm artdıqca buxarın kütləsi artır. Ona görə də elə burada da N0 olacaq. Baxın, bura qədər
konsentrasiya dəyişməyəcək. Doyan buxarda ideal qaz qanunlarına tabe olmur. Sabit temperaturda P, R, O, N dəyişmir. Həcm artırdıqca buxarın kütləsi də get-gedə artır. Ancaq 2-3 hissəsində baxın, kütlə sabit qalıb. N buxar konstantdır. Aha, həcm artır, amma kütlə sabit qalıb. Onda Rho bərabər N böl V-dir. Kütlə sabitdir, həcm artır, deməli sıxlıq azalır. Sıxlıq azalırsa, deməli konsentrasiya da azalır. N bərabər N böl V-yə əsasən konsentrasiyanın özü də həcmdən tərs mütənasib asılıdır. Fikir versəz, həcm neçə dəfə artıb? 6V0 bölün 4V0. 1,5. 1,5 dəfə artıb. Onda sıxlıq 1,5 dəfə azalacaq. Bu artıq doymayan buxarda. Kütlə sabit qalıb buxarın kütləsi. Yəni maye demək olar ki, yoxdur. Tamamilə buxara çevrilmişdir. Ona görə də ideal qaz qanunlarına tabe olur. N də V ilə tərs mütənasib asılı olur. Yəni ki, bu olacaq N0 bölünsün 1,5. Həcm 1,5 dəfə artdığı üçün konsentrasiya 1,5 dəfə azalır. Sarğacdakı cəryan şiddəti I1 bərabər 5 amperdən I2 bərabər 3 amperə qədər azaldıqda maqnit sahəsinin enerjisi 4 joule azalır. W2 bərabər W1 minus 4. Sarğacın induktivliyini hesablayın. W bərabər L kvadratı bölünsün 2-dir. Yəni ki, enerji I-nin kvadratı ilə mütənasibdir. Birinci üçün yazıram. W1 bərabərdir L vurulsun 5-in kvadratı böl 2. İkinci üçün yazıram. L vurulsun 3-ün kvadratı böl 2. Və nəzərə alaq ki, W2 bərabərdir W1 minus 4-dür. W1 minus 4. Aha. Bu olacaq 5-in kvadratı 25 bölünsün 2L. Bu da olacaq 9L bölünsün 2. Belə. İndi məndə W1-in qiyməti budur. Gəlin bunu burada qoyaq yerinə. W1-in yerinə yazaq. 25 bölünsün 2L minus 4 bərabərdir 9L bölünsün 2. Ondan sonra 25L bölünsün 2 minus 9L bölünsün 2 bərabərdir 4-ə. 25-dən 9 çıxar. 16L bölünsün 2 bərabərdir 4. Olacaq 8L bərabərdir 4. L də bərabər olacaq 4 böl 8. Yəni ki 1 bölünsün 2. 0,5. Belə.